Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib. Bugün TV xəbər verir ki, bu barədə APAya onun oğlu Yaşar Muradov məlumat verib. O bildirib ki, bir neçə gün əvvəl atasının bədənində infeksiya yaranmışdı və bu səbəbdən vəziyyəti ağır idi. Hazırda infeksiya aradan qaldırılıb. İnfeksiyaya görə temperaturu yüksək idi. Artıq temperaturu normallaşıb. Hazırda vəziyyəti daha yaxşıdır. Tam sağaldıqdan sonra əməliyyat aparılacaq. Qeyd edək ki, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru əməkdar artist Yadigar Muradov oktyabrın 4-də yüksək qan təzyiqi səbəbindən xəstəxanaya yerləşdirilib. Hüsniyyə Salmanova, Bugün TV.